Euler-Venn diaqramına əsasən hansı fikir sual işarəsinin yerinə yazıla bilər? Göründüyü kimi bizə Euler-Venn diaqramında Köroğlu ilə Bolu bəy qolunun Qazan bəyin oğlu Uruz bəyin Ustaqoldu boyla müqayisəsi vermişdir. A bəndi lirik növdədir. Bunu biz heç bir hissəyə yaza bilmərik. Çünki dastan janrı lirik növü janrı deyil. B bəndi dastan janrındadır. Bəli, həm Köroğlu ilə Bolu bəy, həm də Qazan bəyin oğlu Uruz bəyin Ustaqoldu boy dastandır. C bəndi vətənə layiq, düşmən qabağında dayana bilən gənclərin tərbiyə edilməsi qayğısı boyda ön plana çəkilmişdir. Söhbət Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boydan gedir. D bəndi baş qəhrəman xəyanətə məruz qalsa da sonunda xaini bağışlayır. Köroğlu ilə Bolu bəy qolunda baş qəhrəman Köroğludur. O, Mehdər Murtuzun xəyanətinə məruz qalır. Ancaq boyun solunda, daha doğrusu qolun sonunda deməli İsabalının Mehdər Murtuzu öldürməsinə icazə vermir. Yəni, xaini bağışlayır. Deməli, bu da Köroğlu ilə Bolu bəy qoluna aid oldu. Göründüyü kimi sualımızın düzgün cavabı B bəndi olacaq. Qasım bəy Zakirin durnalar qoşmasından verilmiş hansı misrada müəllifin durnalardan yavaş-yavaş uçmalarını istəməsinin şahidi oluruq? A bəndində 1 saat havada qanat saxlayın misrası verilmişdir. B bəndi diyar qürbətdə müddətdir varam misrası verilib. C bəndi Zakiram o tutub alışdı ciyər. D bəndində isə yoxsa danışırsınız dilbər sözünün misrası verilmişdir. Deməli, biz buradan 1 saat havada qanat saxlayın misrasına əsasən deyə bilərik ki, Qasım bəy Zakir durnalardan deməli, yavaş-yavaş uçmalarını istəyir. Çünki 1 saat havada qanat saxlayın dediyimiz zaman, yəni sürətlə buradan keçməyin mənası meydana çıxmış olur. Ona görə sualımızın düzgün cavabı A bəndi olacaq. Məhəmməd Füzulinin söz qəzəli ilə bağlı yanlış fikri müəyyən edin. A bəndi əruz vəzninin rəməl bəhrindədir. Bəli. B bəndi məqtə beytində müəllif təxəllüsünü işlədir. Bildiyimiz kimi məqtə beyt qəzəlin sonuncu beytidir və söz qəzəlində də Məhəmməd Füzuli öz təxəllüsünü işlədir. Gər çox istərsən Füzuli, izzətin az et sözü, kim çox olmaqdan qılıbdır, çox əzizi xar söz beyti məqtə beytdir. Burada isə göründüyü kimi Füzuli təxəllüsünü işlədir. C bəndi söz var kəsər savaşı. Söz var kəstirər başı misrası ilə sözdən yerində istifadə etmək tövsiyə edilmişdir. Ümumiyyətcə, bu misra söz qəzəlində yoxdur. Ona görə C bəndi yanlışdır. D bəndi sözünün hörmətli, dəyərli olmasını istəyən adam az danışmalıdır. Fikrinə yer verilmişdir. Bəli, bu da doğru fikirdir. Deməli, sualımızın düzgün cavabı C bəndi olacaq. Şah İsmail Xətainin Bahariyə əsərindən verilən nümunədə fərqləndirilmiş sözün mənasını müəyyən edin. Yer geydi qəbayi xizr puşan, cümlə dilə gəldi ləbxamuşan. Sərvin yenə tutdu damənin su, sərv üstə oxudu faxtə ququ. Biz ikinci misrada dilə gəldi ifadəsinə əsasən də ləbxamuşan sözünün danışmayanlar, susanlar mənasını ifadə etdiyini müəyyən edərik. Yəni, dinməzlər, susmuşlar sualımızın düzgün cavabı olacaq. Çahargah əfsanəsi haqqında fikirlərdən hansı doğrudur? A bəndi. Əsərdəki hökmdar surəti ədalətli olması ilə seçilir. Yanlışdır. Çünki əsərdəki hökmdar obrazı mənfi insan idi. O ədalətli deyildi. B bəndi. Elmi layiqincə təmsil edən şəxsin hakimiyyəti təmsil edən layiqsiz şəxsdən üstün olduğu göstərilir. Bəli, bu doğru fikirdir. Elmi layiqincə təmsil edən şəxs alim idi. Hakimiyyəti təmsil edən layiqsiz şəxs isə hökmdar idi. Və biz burada alimin hökmdardan üstün olduğunun şahidi oluruq. C bəndi. Şahın və alimin fikirləri bir çox məqamlarda üst-üstə düşür. Təbii ki, yanlışdır. D bəndi. Müdriklik, uzaq görənlik əfsanədəki vəzir sürətinə aid cəhətlərdir. Bu da təbii ki, həmin vəzir sürətinə aid edilə bilməz. Çünki o, müdriklik, uzaq görənlik və kimi xüsusiyyətlərdən uzaq olan bir obraz idi. Deməli, sualımızın düzgün cavabı B bəndi olacaq. Mirzə İbrahimovun Azad əsərindən verilmiş hadisələrdən ən sonuncu hansı baş verir? A bəndi. Fərda mərkəzi komitə tərəfindən Zəncana göndərilir. B bəndi. Azad Fərdanın anasına aparıb pul verir. C bəndi. Fərda Azada əsəbləşib dükandan çıxır. D bəndi. Fərda anası ilə birgə Təbrizə qayıdır. Deməli, əsərin əvvəlində Fərdanın Azada əsəbləşib dükandan çıxmasının şahidi oluruq. Sonra Azadın Fərdanın anasına aparıb pul verməsinin şahidi oluruq.
Sonra Fərda anası ilə birgə Təbrizə qayıdır. Ən sonda isə Fərda Mərkəzi Komitə tərəfindən Zəncana göndərilir. Deməli, sualımızın düzgün cavabı A bəndi olacaq. Mircəlalın Bahar əsərindəki Məşhədi Abbas obrazı ilə bağlı yanlış fikri müəyyən edin. A bəndi. Baharı qolundan tutub çölə atır. Bəli, hansı ki, onun Bahara verdiyi bir qoyun içalatı var idi. Demişdi ki, bunu satıb gələrsən. Bahar isə onu satmağa apararkən bir it onu əlindən aldı. Bahar gəlib bu vəziyyəti Məşhədi Abbasa danışdığı zaman o buna inanmır və Baharı çölə atır. B bəndi, mərhəmətsiz, zalım insandır. Bəli, qeyd etdiyimiz hadisədə onun mərhəmətsiz, zalım insan olduğunu deməyə əsas verir. C bəndi, sonda etdiyi əməllərə görə peşman olur. Təbii ki, Məşhədi Abbas ən mənfi obrazlardan birisidir. Onun etdiyi əməllərə görə peşman olduğu hər hansı bir hadisənin şahidi olmuruq. D bəndi, Baharın yalan danışdığını düşünür, ona inanmır. Bəli, bu da ona aid olan xüsusiyyətdir. Deməli, sualımızın düzgün cavabı C bəndi olacaq. Süleyman Sani Axundovun Nurəddin əsərindəki Cənnətəli obrazı ilə bağlı yanlış fikri müəyyən edin. A bəndi, Nurəddini dilənməyə göndərir. Bəli. B bəndi, Nurəddinə kömək edir. Bəli. C bəndi, əsərin sonunda Rəhmin bağına bağban təyin olunur. Bəli. D bəndi, mənfi obrazdır. Yanlışdır, çünki əsərin müsbət obrazdır. Baxmayaraq ki, o Nurəddini dilənməyə göndərmişdi, amma bu bir məcburiyyət idi. O özü xəstə olduğuna görə Nurəddini dilənməyə göndərmişdi. Deməli, sualımızın düzgün cavabı D bəndi olacaq. Hansı əsərdə nəzmlə nəsr vəhdət təşkil edir? Bildiyimiz kimi, nəzmlə nəsrin vəhdəti dastan janrına aid olan xüsusiyyətdir. A bəndində Xan Sarayı verilmişdir, bu əfsanədir. B bəndində Bahar əsər verilmişdir, ümumiyyətcə bu yazılı ədəbiyyat nümunəsidir. C bəndində Azad əsər verilmişdir, bu hekayədir, yazılı ədəbiyyat nümunəsidir. D bəndində Koroğlu ilə Bolu bəy deməli qolu verilmişdir ki, bu da bildiyimiz kimi dastandır. Deməli, sualımızın düzgün cavabı D bəndi olacaq. Hansı fikir nöqtələrin yerinə yazıla bilməz? Xavani Şirvani gənclərin nəsihət əsərində A bəndi, fitnəkarlığın vəfa və etibar kimi gözəllikləri məhv etdiyini deyir. Bəli, fitnə törətmə, ey fitnəkar cavan, fitnədir elləri dərdlərə sanal. Cana məlhəmsə də vəfa etibar, fitnəkarlıq edər onu tarimar. B bəndi, elm və kamalı əldə etməyi hər şeydən daha əziz tutmağı tövsiyə edir. Deməli, gənclərin nəsihət şeirində belə bir şey yoxdur. C bəndi, dostluqda möhkəm, sözdə mötəbər olmağı tövsiyə edir. Bəli, deyirdi ki, çalış az, dostluq et, etsən də əgər, dostluqdan möhkəm ol, sözdə mötəbər. D bəndi, insanların nadan insanların tərifinə aldanmamağa çağırır. Bəli, bu da deməli, gənclərin nəsihət əsərində öz əksini tapmışdır. Göründüyü kimi, sualımızın düzgün cavabı B bəndi olacaq. Əsərlərdən biri lirik növdədir. A bəndi, Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy. Bu əsər lirik növdə deyil. B bəndi, Mir Cəlalın Bahar əsəri epik növdədir. C bəndi, Sultan Səncər və Qarı mənzum hekayədir, epik növdədir. D bəndi, Səməd Vurğunun Azərbaycan şeiri isə lirik növdədir. Deməli, sualımızın düzgün cavabı D bəndi olacaq. Biri, Koroğlu ilə Bolu bəy qolundakı hadisələrin ardıcıllığına görə cədvəli tamamlaya bilməz. Deməli, bizə birinci Mehdər Murtuzun özünü qoruqçu kimi təqdim edən Koroğlunun tanıması hadisəsi verilmişdir. Sonda isə Koroğlu İsabalının Mehdər Murtuzu öldürməsinə icazə vermir hadisəsi verilmişdir. Biz bu iki hadisə arasında baş verməyən hadisəni müəyyən etməliyik. A bəndi, Bolu bəy Koroğlunun başına qılınc zərbəsi endirir. Bu, deməli, bura yazıla bilər. Çünki, deməli, Mehdər Murtuz özünü qoruqçu kimi təqdim edən Koroğlunun tanımasından sonra, yəni Mehdər Murtuzun Koroğlunu tanımasından sonraya aiddir. Koroğlunun, deməli, Bolu bəy tərəfindən yaralanması. B bəndi, Koroğlu Dünya xanı və Qaravaşı da götürərək Çənli belə yola düşür. Bu, deməli, əsərin sonunda baş verir. Hansı ki, Koroğlu İsabalının Mehdər Murtuzu öldürməsinə icazə vermir. Bundan sonra isə artıq o Dünya xanı və Qaravaşı götürərək Çənli belə yola düşür. B yazıla bilməz. C bəndi, İsabalı Koroğlunu quyudan çıxardır. Hansı ki, artıq deməli, Bolu bəy Koroğlunu tutub aparıb quyuya salmışdı. Sonra İsabalı gəlib onu quyudan çıxardır. Bu da yazıla bilər. D bəndi, Koroğlu Qəcar alını öldürür. Bu da deməli, Mehdər Murtuzun özünü qoruqçu kimi təqdim edən Koroğlunu tanımasından sonraya
İsabalının Mehdar Murtuzu öldürməsinə Köroğlunun icazə verməsindən əvvələ aiddir. Deməli, sualımızın düzgün cavabı B bəndi olacaq. Verilmiş nümunədə hansı bədii təsvir vasitəsi işlənmişdir? Düzdə seyr etdikcə məğrur çınarı, qartal balası tək qanatlanmışam. Deməli, burada məğrur çınar ifadəsinə yer verilmişdir. Aydın məsələdir ki, insan məğrur ola bilər. Çınar isə məğrur ola bilməz. Bu epitetdir. Qartal balası tək qanatlanmışam. Yəni, qartal balası kimi qanatlanmışam. Bu da təşbihdir. Deməli, nümunədə epitet və təşbih işlənmişdir. Bu da sualımızın C bəndində öz əksini tapmışdır. Nümunə ilə bağlı yanlış fikri müəyyən edin. Zakirəm, o tutub alışdı ciyər. Var isə canından sizdə bir xəbər. Təğafül etməyin, Allahı sevər, dönməsin bağrınız daşa durnalar. A bəndi, qoşmanın möhür bəndidir. Bəli, bildiyimiz kimi, qoşmanın möhür bəndində müəllif adını və ya təxəllüsünü işlədir. Burada da Zakir öz adını işlətmişdir. B bəndi, bütün misraların misra daxili bölgüsü eynidir. Zakirəm, o tutub alışdı ciyər, daxili bölgü 6-5 şəklindədir. Var isə canandan sizdə bir xəbər. 6-5. Təğafül etməyin. Allahı sevər. 6-5. Dönməsin bağrınız daşa durnalar. 6-5. Göründüyü kimi B bəndi də düzgündür. C bəndi mübaliğə işlənmişdir. Zakirəm o tutub alışdı ciyər. Ciyərin o tutub alışması təbii ki şişirtmədir. Bu da mübaliğədir. D bəndi əruz vəznində yazılmışdır. Biz gördük ki, daxili bölgü bütöv söz prinsipinə əsaslanır. Və həmçinin hər misrada 11 heca var. Bütün bunlar, yəni hər iki xüsusiyyət nümunənin əruz vəznində deyil, heca vəznində olduğunu deməyə əsas verir. Deməli, sualımızın düzgün cavabı D bəndi olacaq. Nizami Gəncəvinin Sultan Səncər və Qarı əsərindən verilmiş nümunə ilə bağlı doğru fikri müəyyən edin. Bir zamanlar türklərin çox yüksəkdir dövləti, bəyənildi hər yanda ölkəsi ədaləti. Zalımlığın bəllidir, işin peşən talandır, sən ki hindli quldursan, türk olmağın yalandır. Deməli, bu misralar qarının dili ilə Sultan Səncərə deyilir. A bəndində deyir ki, sərxoş darğanın dili ilə Sultan Səncərə müraciət edilir. Yanlışdır. Çünki sərxoş darğanın dili ilə verilmir bunlar. Bu, qarının dili ilə Sultan Səncərə deyilir. Deməli, A yanlışdır. B bəndi. Heca vəznində yazılmışdır. Bildiyimiz kimi, Nizami Gəncəvinin bütün əsərləri əruz vəznində yazılmışdır. Həmçinin biz heca vəzninin xüsusiyyətlərini bu misralarda görə bilmərik. Yəni, daxili bölgünün bütöv söz prinsipinə əsaslanması və misralardakı hecaların sadəcə bərabərliyi prinsipi burada keçərli deyil. Ona görə B də yanlışdır. C bəndi. Nümunədə epitet və kinayə işlənmişdir. Bir zamanlar türklərin çox yüksəkdir dövləti, bəyənildi hər yanda ölkəsi ədaləti. Zalımlığın bəllidir, işin peşən talandır, sən ki hindli quldursan, türk olmağın yalandır. Görünür ki, burada nə epitet, nə də kinayə işlənməyib. D bəndi. Bir zamanlar türklərin güclü, ədalətli dövlətinin olduğuna işarə edilmişdir. Deməli, bir zamanlar türklərin çox yüksəkdir dövləti, yəni dövləti çox güclü idi. Bəyənildi hər yanda ölkəsi ədalət, yəni onların ölkəsinin ədaləti hər yanda bəyənildi. Deməli, güclü, ədalətli dövlətin olmasına burada işarə edilmişdir. Sualımızın düzgün cavabı göründüyü kimi D bəndi olacaq.